Kollektorun üzərində inşa edilən evin həyəti çöküb. Hadisə paytaxtın Xətai rayonu Şahin Səmədov küçəsi Döngə 1 ünvanında yerləşən fərdi yaşayış evində baş verib. Sakinlərin sözlərinə görə, yağış kollektorunda baş verən qəza səbəbindən həm evləri, həm də özləri təhlükə altındadır. Aidiyyəti qurumlar isə onlara evlərinin qəzalı olduğunu və evdə yaşamamalarını bildirib. Birdən evdən zəng elədilər ki, belə-belə də. Eşdə çöküntü var. Mən gəldim, baxdım, elə bir 3-4 metr belə yer çökür. Böyle get-gedə çöktü, bugünkü vəziyyət də belədir. Aidiyyəti qurumlara biz axşam da zəng elədik, axşam gecə heç bir köməklik eləmədilər, belə də, dedilər gecdi, biz nə edə bilərik? Evlər qəza vəziyyətindədir, yaşamaq olmaz. Sökülməlidir yəqin 1, 2, 3 ev. Qonşu zəng elədi ki, bəs belə-belə mənim həyətim çökübdür, siz tərəfə də keçibdir. Gəldik, baxdıq, bəs belənçinə hadisə baş veribdir. Qaynar xəttdən dedilər ki, bəs gecə vaxtı bizdə heç nə alınmayacaq, ancaq gözləməlisiniz səhər tezdən. Dedim, yaxşı, burada körpə var, uşaq var, biz nətər qorxuruq evə girməyə, çıxmağa. Nəsə bir söz demədilər. Nəsə bir təhər gecəni həyətdə qalmışıq, maşında qalmışıq. Sakinlər bildirirlər ki, həmin ərazidən torpaq aldıqları vaxt onlara nə icra, nə də bələdiyyə tərəfindən ərazidən kollektorun keçməsi ilə bağlı heç bir xəbərdarlıq edilməyib. Ev alanda xəbəriniz var idi mi bunun kollektorun üstündə? Yox, heç kim işini deməydi. Nə biləsən ki, bu torpağı alanda bunun 8 metrin altında kanalizasiya keçir, onu kim bilə bilər? 2008-ci ildə mən torpaq almışam, 2016-cı ildə tikmişəm. Su idarəsindən deyilir ki, sizə 2018-2019-cu ildə məlumat verilibdir. Yaxşı, mən 2016-da tikəndən sonra 2019-da mənə məlumatı nə verirsən? Mən tikəndən sonra nə etməliyəm bu evi? İndi bizə deyirlər ki, siz icazəsiz tikmişsiniz. Yaxşı, biz icazəsiz tikmişik. Qoyaq bir kənara. Bu 4 ev o üzə indi inşallah gedərik, oranın da çəkilişini eləyərsiniz. 2 dənə ev tikilir yan-bayan. 2 dənə ev tikilir yan-bayan. Yaxşı, biz icazəsiz tikmişik, onlar necə bəs? Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat xidmətindən Xəzər xəbərə bildirildi ki, kollektorun üzərində qeyri-qanuni olaraq fərdi yaşayış evi tikilib. İstismarda olan şəbəkənin üzərində inşa edilmiş tikintinin yaratdığı izafi yüklənmə kollektorun çökməsinə səbəb olub. Müvafiq Su Kanalı İdarəsinin əməkdaşları ilə yanaşı hadisə yerinə digər qurumların nümayəndələri də cəlb olunublar. Akt bağlanıb, vətəndaşlara bildiriş verilib. Evlərin sökülməsi və kollektorun bərpası məsələsinə gəlincə isə o da bildirildi ki, müvafiq qərar qəbul ediləndən sonra hansı addımların atılacağı dəqiqləşdiriləcək. Evlərin qanunsuz tikilib-tikilməməsi barədə Xətai rayon icra hakimiyyətinə müraciət etsək də suallarımız cavabsız qaldı. Nərmin Məmmədhəsənli, Davud İbrahimov, Xəzər xəbər.